Hörmətli tamaşaçılar, Qərb Azərbaycana doğru verilişində sizləri xoş gördük. Əlbəttə ki, Qərb Azərbaycana qayıdış məsələsi dünən də aktual idi, bugün də aktualdır. Ümid edirək ki, gələcəkdə artıq bir reallığa çevriləcəkdir. Bu da şübhəsiz ki, hər şeydən öncə regionumuzda baş verən hadisələrlə əlaqədardır. Ermənistanda hansı siyasi təfəkkürün hakimiyyətə gəlməsindən də bir qədər əlaqədardır və Ermənistanın hansı statusda necə dövlət olacağından əlaqədardır. Yəni bu ölkə hüquqi, demokratik ölkə olacaqsa, tolerant bir ölkə olacaqsa, əlbəttə ki, Ermənistanın keçmiş sosiologiyasını, demografiyasını bərpa etmək mümkün olacaqdır. Keçmişdən də mən 1987-ci ilə qədər və ondan əvvəlki dövr nəzərdə tuturam. Çünki o dövrdə biz elə Ermənistan vətəndaşlarıydıq, orada yaşayırdıq və bu nəticə etibarilə həm regional inteqrasiya, həm tarix ədalət baxımından, həm də Ermənistanın inkişafı baxımından olduqca əhəmiyyətli idi. Görək necə olacaqdır. Bax, bu görək necə olacaqdır sualının cavabını tapmaq üçün, həm də iqtisadi prizmadan bu seçkilərə, siyasi proseslərə baxmaq üçün studiyamıza Azərbaycan Respublikası Milli Məclisinin deputatı hörmətli Tahir Mirkişini dəvət etmişik. Tahir müəllim, xoş gəlmişsiniz. Xoş gəldik. Mən istəyirəm ki, Ermənistanda baş tutacaq seçkiyə bir qədər fərqli prizmadan baxaq və ortaq mənafidən baxaq. Adətən biz həmişə siyasi prosesləri önə çəkirik, siyasi, ideoloji kontekstdə məsələlərə baxırıq. Amma hər kəs əmindir ki, siyasi prosesləri diktə edən də çox hallarda iqtisadi maraqlardır. Bu yaxınlarda Paşinyanın bir maraqlı açıqlaması oldu. Regional dəmir yolu kommunikasiyalarının açılmasından bağlı idi. Mən istəyirəm, siz bir ümumi giriş verəsiniz. Hazır ki, reallıq Ermənistanda seçkilərin nəticəsindən asılı olaraq necə ola bilər və sonda bu kommunikasiyalara toxunaq. Buyurun. Ermənistan uzun illərdir müstəqillik əldə etdikdən sonra iqtisadi blokada şəraitində yaşayıb. Bu, apardıqları işğalçı siyasətinə görə Azərbaycan və Türkiyənin sərhədləri bağlı qalıb. Ermənistan yalnız Gürcüstan ərazisindən Rusiya və bir də İranla iqtisadi əlaqələrin ümidinə qalıb. Nəzərə alsaq ki, İran da uzun illərdir sanksiya altındadır və texnoloji və Avropaya çıxış baxımından İran arasında qeyri-mümkündür. Rusiya da son illərdə artıq sanksiya altındadır. Ona görə Ermənistan erməni təfəkküründə bir iqtisadi cəhətdən inteqrasiya olunmamaq kimi bir kompleks formalaşır. Uzun illərdir bu kompleks bunlara çox ciddi şəkildə narahat edib. Bu iqtisadi cəhətdən asılılıq onların siyasi müstəqilliyinin də itirilməsinə gətirib çıxardı. Yəni, bugün Ermənistan iqtisadiyyatının böyük bir hissəsi investisiya baxımından, idarə etmə baxımından Rusiyadan asılıdır. Və son zamanlar Ermənistan və Rusiya arasında baş verən o siyasi dəyişməni, polemikaya fikir versəniz, bir çox hallarda istənilən bir siyasi polemikada Rusiyalılar bundan çox ciddi şəkildə istifadə edirlər. Hətta son zamanlar Rusiyanın baş naziri müavini Ermənistanın Avropa ilə bağlı siyasətinə kifayət qədər qəti şəkildə münasibət bildirərək iki stulda otura bilməzsiniz kimi ciddi bir siqnal verib. Bu demək ki, Rusiya Ermənistanın bu iqtisadi asılılığından ciddi şəkildə istifadə etməyə başlayacaq və nəzərə alsaq ki, bugün Ermənistanın iqtisadi inkişafının əsasında Rusiyaya olan ixrac, Avropadan alıb Rusiyaya satmaq, qadağan olunmuş mallar və bu sanksiyada olan siyahılarla alver etmək kimi bir iqtisadiyyatın üzərində qurulub. Yəni, bu cəhətdən baxsaq, hələ də Ermənistan iqtisadi cəhətdən Rusiyadan ciddi şəkildə asılıdır. Amma Paşinyan hökuməti və xüsusən Ermənistanın bugün hakimiyyətdə olan qüvvələri çox yaxşı şəkildə anlayırlar ki, Ermənistan dövlətçiliyinin formalaşması üçün, erməni dövlətinin olması üçün iqtisadi müstəqillik kifayət qədər önəmlidir. Çünki iqtisadi müstəqillik olmadan hər hansı dövlətin formalaşmasında milli maraqlara uyğun siyasi qərarlar verilməsi qeyri-mümkündür. Ermənistan bunu yaşayıb əvvəllərdir. Ona görə bugün hökumət çox kifayət qədər ciddi şəkildə çalışır ki, iqtisadi müstəqillik əldə etsinlər. İqtisadi müstəqillik əldə etməyincə tək yolu inteqrasiya sərhədlərinin açılması, qərb-şərq eyni zamanda istiqamətində isə iqtisadi əlaqələrin bərpa olunması deməkdir. Bu cəhətdən baxsaq, bugün Ermənistanın Azərbaycanla, Ermənistanın Türkiyə ilə olan iqtisadi əlaqələrinin bərpası bu yalnız iqtisadi ehtiyacdan deyil, eyni zamanda siyasi və geosiyasi ehtiyacdan gələn bir məsələdir. Yəni, bu cəhətdən baxsaq, Azərbaycan kifayət qədər maraqlı bir formada əslində Ermənistan iqtisadiyyatına bugün dəstək verir. Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanın milli maraqları bölgədə və regionda konfliktin bir daha olmaması ilə bağlıdır. Çünki biz regionun bütövlükdə orta koridorun
inkişafında çox ciddi şəkildə maraqlı olan bir dövlətik. Regionun iqtisadi arxitekturası çoxdan formalaşıb. Bu Azərbaycan, Gürcüstan, Türkiyə, Azərbaycan, Xəzər dənizi, Orta Asiya istiqamətində olan bir arxitekturadır. Bu cəhətdən baxsaq, Ermənistan kimi regionda bir bölgədə konfliktin olması və yaxud da ki, ərazidə bütün inteqrasiyadan kənara qalmış bir qara nöqtənin olması bizə heç bir halda sərf etmir. Ki, biz bu regionun əslində daha güclü və iqtisadi cəhətdən maraqlı olan bir, mən deyərdim ki, aparıcı bir dövlətik biz. Bu cəhətdən baxsaq, bugün Azərbaycanın Ermənistana bu istiqamətdə bitərəfli şəkildə hətta cənab prezidentin göstərişi ilə sərhədlərin açılması, dəmir yolunun açılması, nəqliyyat əlaqələrinin bərpa olunması kifayət qədər maraqlı bir hadisədir. Eyni zamanda Paşinyan qeyd etdiyim kimi bu günlərdə elan etdi ki, Axalkalaki-Qars dəmir yoluna artıq ermənilərin çıxışına imkan yaradılıb. Bu kifayət qədər maraqlı bir hadisədir. Mən qeyd edim ki, Axalkalaki-Qars dəmir yolu xətti Bakı-Tiflis-Qars dəmir yolu xəttinin bir hissəsidir. Və o ən yeni tikilən bir hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu layihələndirərkən Ermənistan o vaxt hakimiyyəti və erməni lobbisi ciddi şəkildə buna qarşı bir kampaniya aparırlar. Hətta o zaman xatırlayırsa banklara belə maliyyə cəhətdən kredit ayırma qadağan etdilər və Azərbaycan hökuməti o zaman Gürcüstana 700 milyon evro ətrafında təxminən bir kredit də vermişdir. Və o zaman Ermənistan hakimiyyəti və erməni lobbisinin əsas istəyi bundan ibarət idi ki, Qars Axalkalki deyil, Qars Gümrü dəmir yolu xətti bərpa olunsun. Çünki Sovet dövründə bu xətt vardır, Gümrüdən Qarsa gedən, amma Azərbaycan o zaman Gürcüstanla bir yerdə Qarsdan Axalkalakiyə yeni bir dənə dəmir yolu xətti çəkdi. Bugün Ermənistanın Yerevan Gümrü, Axalkalaki, Tbilisi Sovet dövründən qalan bir dəmir yolu var. Və bu dəmir yolunun Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması bu Ermənistan iqtisadiyyatı üçün, xüsusən də Türkiyə və Avropa istiqamətində malların ixracı və idxalı üçün çox ciddi şəkildə bir imkanın yaradılması deməkdir. Bugün Ermənistanda yaxın dövrlərdə seçki olacaq. Fikir verirsə, Ermənistanda iki qüvvə var. Biri revanşistlər, biri isə bugün qüvvədə olan Paşinyan hökumətinin təmsilçiləri. Əsasən siyasi ideologiya iki istiqamətində qurulub. Revanşistlərin lozungu bundan ibarətdir ki, biz hakimiyyətə gəlsək, Azərbaycan üçün problemlər yaradacağıq, çətinliklər yaradacağıq. Bu demək ki, biz yenidən konflikt dövrünə qayıtmaq məcburiyyətində qala bilər. Hətta cənab prezident bu yaxınlarda Zəngilanda çıxışında da qeyd etdi ki, əgər Ermənistan hakimiyyətinə revanşist qüvvələr gələrsə, bu Ermənistan üçün ciddi problemlərin yaranması deməkdir. Təbii ki, biz güclüyük, biz istənilən halda bu çağırışlara qarşıyıq, amma heç bir dövlət bu ərazidə konfliktin olmasını istəmir. Bu bir resursların tükənməsi deməkdir həm də. Amma ikinci istiqamətdə Paşinyan hökuməti daha çox inteqrasiya, iqtisadi əlaqələrin bərpası və sülhün daha çox möhkəmlənməsi baxımındandır. Biz ümid edirik ki və istəyirik ki, əslində, bəli, daha çox sülhün və iqtisadi inteqrasiyanın tərəfdarları hakimiyyətdə olsunlar. Çünki bu gələcəkdə bütün regionun çiçəklənməsi üçün çox ciddi şərtlərdən biridir. Demək, doğrudan da iqtisadiyyatı müstəqil olmayan ölkə siyasi baxımdan da müstəqil ola bilmir. Yəni, biz öz təcrübəmizdə bunu bilirik. Çünki iqtisadi müstəqilimiz 1994-cü ildə əsr müqaviləsindən başlamasaydı, şübhəsiz ki, iqtisadi asıllıq siyasi qərarların milli maraqların lehinə qəbul edilməsini çətinləşdirir. Mütləq nəyisə nəzərə almaq məcburiyyətində qalırsınız. Hazırda elə Ermənistana münasibətdə baş verən hadisə də bundan ibarətdir. Yəni, Ermənistanı özündən asılı vəziyyətdə saxlamaq üçün iki mərkəz bir-birindən rəqabət aparır. Bu isə həm Ermənistanın dövlətinin, həm də Ermənistan xalqının maraqlarını ikinci, üçüncü dərəcəli səviyyəyə endirir. Mərkəzlərdən biri Rusiyadır. Bunu açıq şəkildə bəyan edirlər. İkincisi isə Fransanın rəhbərliyi etdiyi bir qərb bloku var, budur. Nəzəri baxımdan sizcə Ermənistan cəmiyyətinin, Ermənistan siyasi şüurunun nə qədər rasionaldır bu kontekstdə və bizim arqumentləşdirməyə çalışdığımız bu həqiqi mövqeyi nə dərəcədə bunlar seçki qutularında realizə edə bilərlər? Hikmət, sizin də bizim də müşahidələrimiz göstərir ki, Ermənistan cəmiyyəti yekçis bir cəmiyyət deyil. Hətta revanşistlərin verdiyi bəyanatlar onu göstərir ki, Ermənistan cəmiyyətində uzun müddət hələ bəlli bir kəsim, bəlli bir hissə olacaq ki, onlar reallıqlardan tam uzaq, hələ də keçmişdən yaşayan, rüyalarda olan, yuxularda olan bir kəsimdir. Yəni, indidən sonra da mənim fikrimcə, nə qədər sülh olsa, nə qədər bizim aramızda bir məsələlər də olsa, amma istənilən halda məsələn ki, Ermənistan cəmiyyətinin içində bəlli bir qüvvə var ki, o qüvvə daim
bu regionda konflikt yaratmaq, Azərbaycanla münasibətləri pozmaq marağında olacaqlar. Bəs bizim cəmiyyət elə deyil. Azərbaycan cəmiyyəti daha yeşcinsdir. Gürcülər daha yeşcinsdirlər. Türkiyə baxsan daha yeşcinsdirlər. Sadəcə içimizdə artıq belə bir dövlət var ki, belə ikili, iki tirəli və bu kifayət qədər kəskin şəkildə görsənən qütbləşmiş bir cəmiyyətdir. Və müşahidələr son zaman göstərir ki, bu iki qütbün barışmaq şansı demək olar ki, yaxın zamanlarda görsənmir. Bu qədər nifrət var bunların arasında. Məsələn, hökumət kilsə arasında, kilsə revanşistlərin bircə bir bəyanatdan çıxış Azərbaycana və türklərə qarşı olan münasibətlərində verdiyi bəyanatlar. Yəni bunlar kifayət qədər təhlükəli bir bəyanatlardır. Doğrudur. Bunda tarix əsasları var. Mən xatırlayıram, çünki mən Ermənistan cəmiyyətində yaşamış, o cəmiyyəti daxildən görmüş bir insan kimi. Məsələn, orada qütblər ikidən daha çoxdur. Kilsə və terrorçu daşnaq düşüncəsi bir. İkincisi, Qarabağ ermənilərə olan nifrət. Bu da etnik nifrətdir. Çünki Ermənistan erməniləri Qarabağ ermənilərini erməniləşmiş qıpçaqlar sayırlar, türklər sayırlar. Bunun da həqiqət var 1836-cı ildən sonra Albana Apostol kilsəsinin Erməni Qriqoryan kilsəsinə tabe etdirilməsi. Üçüncüsü, Yüzbaşyanın yazdığı bir etnik bölgü var. Boşalar, Karacilər, Haylar. Bax, bir də bunların arasında konflikt var. Çünki bunlar da yeksiniz deyirlər. Ona görə demək ki, mən düşünürdüm ki, bu yalnız hətta ki, etnologiyanın məşğul olanlar bilərlər, amma demək iqtisadi münasibətlərə də bu çox ciddi təsir göstərir. Tahir müəllim, çox sağ olun, gəldiniz, verilişimizə iştirak elədiniz. Amma bu kommunikasiyalarla bağlı daha geniş spektrdə mən istəyirəm növbəti verilişlərimizdən birində sizi dəvət edeyim. O barədə daha geniş deyəcək. Bir daha gəldiyiniz üçün təşəkkür edirəm, hörmətli tamaşaçılar. Ümid edirəm ki, Ermənistanda baş verəcək hadisələr mütləq Azərbaycanda bir şəkildə əlaqəlidir. Xüsusən Qərbi Azərbaycanlıların öz vətənlərinə qayıtması kontekstində. Ümid edirəm ki, fərqli prizmadan maraqlı bir veriliş çəkə bildik. Diqqətinizə görə sağ olun.